Demək, sualda soruşulur ki, bir kimsənin etdiyi günahdan dolayı qınamaq nə dərəcədə doğrudur? Ümumən, müsəlman bu əməldən çəkinməlidir. Çünki biz bir insanın etdiyi günahı bilərik, amma tövbəsindən xəbərsiz olarıq. Ola bilər ki, o insan tövbə edib. İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün minbərə çıxır və uca səslə belə deyir: Ey dili ilə İslam'a girən, qəlblərinə iman girməyənlər! Müsəlmanlara əziyyət verməyin, onları ifşa etməyin və onların eyblərini axtarmayın. Həqiqətən ki, müsəlman qardaşının eyblərini üzə çıxararsa, uca Allah onun eyblərini üzə çıxarar. Kimin də eybini uca Allah üzə çıxararsa, onu evinin içində olsa belə ifşa edər, yəni biabır edər. Və həmçinin Həsən Bəsri Rəhimullah buyurur, deyir ki, kim bir qardaşını Allah Azze və Cəllə tövbə etdiyi halda etmiş olduğu günahdan dolayı qınayarsa, günahlandırarsa, həmən günaha düçar olmadan ölməz. Ümumən, müsəlman məsələdə ehtiyatlı olmalıdır və dilini qorumalıdır və ona fayda verən şeylər həris olmalıdır. Daha doğrusunu Allah bilir.